Salam uşaqlar, 2017-ci il 22 iyul kimya 4-cü qrup qəbul imtahan suallarının izahına baxaq. Deməli, kükürt dioksid üçün hansı ifadə doğru deyil? Kalium hidroksidlə reaksiya daxil olur. Turş oksidi əsasında bəli reaksiya daxil olur. Turş oksididir, bəli. Adi şəraitdə kəskin qazdır, bəli. Fiziki xassəsində verilir. Natrium 2 əsas oksidlə reaksiya daxil olur, bəli. Oksigenə görə nisbi sıxlığı 4-ə bərabərdir. D oksigenə görə bərabərdir. SO2-nin kütləsi nə qədərdir? 32 üzərinə gəlsin 32. Oksigenə görə deyirsə böl 32. O da bərabərdir. 64-ü 32-yə bölsək 2. Yəni oksigenə görə nisbi sıxlığı 4 yox 2-yə bərabərdir. 27-ci sual. Kalium karbonatın üzərinə karbon qazı su gəldikdə alınır kalium hidrokarbonat. Kalium karbonatdan nitrat karbon qazını, yəni karbonat turşusunu sıxışdırıb çıxardır. Alınır kalium NO3, karbonat turşusu karbon qazı və suya qədər parçalanır. Amma bu reaksiya getmir. İndi baxaq, karbon qazı alınır birinci reaksiyadan. 1 aiddir 1-ə, reaksiya getmir 3-ə, 2 aiddir 3-ə, turş duzu alınır kalium hidrokarbonat. 27-ci sualda cavab B variantı. 28-ci suala baxaq. Deməli, amonyak saf yandıqda N2 alınır. NO2 deməli karbonat, natrium karbonatla bəli, natrium nitrat, natrium nitrit karbon qazı alınır. İkinci reaksiya doğrudur. Karbon qazı natrium 2 O2, natrium peroksidən natrium karbonat, bir də oksigen alınır. Üçüncü reaksiya doğrudur. Oksigen gümüşlə reaksiya daxil olmaz. Gümüş ozonla reaksiya daxil olar. 2 ilə 3 sualın düzgün cavabı. Davam edirik. Burada day reaksiyalar bir də yazmadım da. Məsələn, burada alınır ikincidən natrium NO3, natrium nitrat, natrium nitrit və karbon qazı ikinci reaksiyadan. Üçüncü reaksiyadan da bilirik oksigen bərpasıdır. Natrium karbonat, oksigen alınır. Davam edək 29-cu sualla. Mis, sink, xrom, dəmir metallar üçün dəyişkən variantinin səhvdir, sink sabit variantidir. Əlavə yan qrup elementlərdir, bəli. Hamısı 21-30 intervalında yerləşir, yəni sıra nömrələri. Əlavə yarım qrup elementlərdir. Qızdırıldıqda sudan hidrogen ayrılırlar. Səhvdir, pasiv metal olan mis su ilə ümumiyyətlə reaksiya daxil olmaz. Qızdırıldıqda bəli, hər birinin hidroksidi oksidinə və suya qədər parçalanır. Ümumi olan 2 ilə 4, cavab 29-da D variantı. 30-cu sual. Aldehid alınır. Uşaqlar, yadınıza saxlayın. Dedik ki, bir var birli spirt, bir var ikili spirt. Birli spirtlərin oksidləşməsindən aldehid, ikili spirtlərin oksidləşməsindən keton. Bizdən deyir aldehid, deməli birli spirt olmalıdır. O da 3 metil butanol 1-dir. Bax, metan, etan, propan, butan, 3 metil butanol 1. OH bax fikir ver, CH2, 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 CH3. Bu neçə spirt uşaqlar? OH-ın birləşdiyi karbonun, karbona birləşən bir dənə qolu var. Deməli, bunun oksidləşməsindən aldehid alınacaq. Birli spirtdən aldehid, ikili spirtdən keton. Gəlirik 31-ci suala. Uşaqlar, alkan verib sigma rabitə. Bilirik, alkanların ümumi formulu CnH2n topla 2-dir. Atomlar cəmi 3n topla 2, atom cəmindən 1 çıxırıq. 3n topla 1 elədi sigma rabitələrin cəmi. Bunun bizə verib 16-ya, deməli n bərabərdir 5-ə. Və uşaqlar bizə verib ki, dörtlü karbon atomu olmalıdır. Yəni, dörtlü karbon nədir? Bir karbona 4 müxtəlif radikal birləşməlidir. Məsələn, bu dörtlü karbondur. Fikir verir, 2, 4, 5. Elə cavab bu oldu. Deməli, düzəltdik. Skeletini düzəldirəm, da bir də hidrogenlər yazmıram. Bizdən nə soruşur? Beynəlxalq adını. Buradan nömrələmə aparsam, 2 dimetil, ən uzun zəncirdə 3 karbon atomu var, propan. O da düzgün cavab, deməli, C variantı olacaq. Davam edirik 32-ci sualla. Metallar H3PO4 əmələ gətirdiyi duzlar bir valentli olsun. Uşaqlar, natrium HPO4 bu heç vaxt ola bilməz. Çünki ortofosfat turşusu, yəni, məsələn, bir valentli, məsələn, natrium götürək də. Bu ola bilməz. Niyə? Çünki ortofosfat turşusu, bax, fikir ver, H3PO4 da, bax, H3PO4-ün quruluşuna bax, 3 əsasıdır. Bu ya bir dəfə natriumla əvəz olunsa, bax, bir dəfə bunu natriumla əvəz elədi. Natrium ya H2PO4 olmalıdır, ya da natrium 2HPO4 olmalıdır. Və yaxud da üçünü də əvəz eləsən, natrium 3PO4 ola bilər. O da, məsələn, indi baxıq görək hansı variantlarda özünü göstərib. X deməli olmaz. X 2 variantidir. X getdi.
X getdi. Y-ə baxaq. Y olmaz, çünki PO4 3 valentlidir. Y də 2 valentlidir, ikisi gəlib bura yazıb getdi. Y-i də çıxdıq. İndi Z-ə baxaq, bəli, natrium 3 PO4 və yaxud da natrium H2 PO4. Hər ikisi ola bilər. Davam edirik 33-cü sualla. Deməli, alüminium nitratın orta aktivdir. Parçalanmasından alınacaq alüminium 2O3, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Uşaqlar, heç birinə reaksiya daxil olmursa, aydındır ki, bu oksigen olacaq. O2. Deməli, X oldu, buradan yazaq. X oldu O2. Hər ikisinə reaksiya daxil olan, natrium OH turşudur. Üzr istəyirəm, əsasdır. H xlor turşudur. Hər ikisinə reaksiya daxil olursa Z amfoterdir. O da deməli alüminium 2O3-ə gəlir, Y-də qaldı bu. İndi deyir, hansı maddələr su ilə reaksiya daxil olur? X, oksigen su ilə reaksiya daxil olmaz. Ona görə deməli D variantı getdi. D variantı getdi. Y, NO2 deməli su ilə reaksiya daxil olur. Bəli, nitrat, nitrit turşusunu verə bilər. Y2 götürəcəyik. B də getdi. Z-ə baxaq. Alüminium 2O3 uşaqlar amfoter oksid su ilə reaksiya daxil olmaz. Deməli Z də gedir. Qalır 33-cü sualda. Düzgün cavab A variantı. Ekran kaydı gedir. Bəli, gedir. Gəldik 34-cü suala. Polietilen makromolekulunda polietilen deyirsə CH2-CH2 yazdıq N dəfə. Makromolekulunda bu qədər hibrid orbital varsa polietilen makromolekul nisbi molekul kütləsini hesablayın. Bax uşaqlar, polietilen nədir? SP3, SP3. N-ə əgər 1 yazsam, bir dənəsində 4, 8 dənə hibrid orbital varsa, 16.000 hibrid orbitalına yazıram bir N. N burada bərabərdir 2000-ə. İndi bir dənəsinin kütləsi CH4-dür da, bir dənəsinin kütləsi 28-ə bərabərdirsə, 2000 dənəsinin kütləsi deməli 2000-ə vursan da 56.000-ə bərabər olar. Lap gəl burada yazım. 2000 dənəsinin kütləsinə də bir X, X də bərabərdir 56.000. Sualın düzgün cavabı 54-də Y variantı. 55-ci sual. Bax, karbon qazı, sonra amonyak NH3 və hidrogen HH. Uşaqlar, aydındır ki, hidrogenda rabitə qeyri-polyar, dünən bunu dərsdə danışdıq. Hidrogenda rabitə qeyri-polyar kovalent rabitədir. Rabitə qeyri-polyar 2. Deməli, 3-ə gəlir 2. Ya cavabım C-dir, ya cavabım D-dir. Uşaqlar, karbon 4-cü qrup elementidir. Bax, 4-cü qrup elementidir. Deməli, xarici elektron təbəqəsində 4 elektron var. Fikir ver, həmin 4 elektronun 4-ünü də oksigenə verib. Və yaxud da belə deyək, maksimum valenti göstərib. Deməli, bu olur, molekul cəhətdən olur. Deməli, qeyri-polyar molekul. Amma azot 5-ci qrupda yerləşir. Xarici elektron təbəqəsində 5 elektron var. Onun 3-ünü rabitəyə sərf edib, ikisi boş qalıb. Deməli, bu olacaq polyar molekul. Bax, fikir ver, molekul isə bütövlükdə qeyri-polyar. Deməli, bu karbon qazıdır. 3-ə də gəlir, 1-ə də gəlir 3. Ona görə sualın düzgün cavabı 35-də eləyəcək D variantı. 36-cı suala baxaq. Ümumi izah vermədim, çünki onu dərsdə izah vermişdim. Bir də sadəcə burada ümumi belə qısa izahlar üzərindən gedirəm. Hansı reaksiyadan alınan bəsit maddələrin sayı doğru göstərmişdir? Kalium xlor O3-ün manqan O2 katalizator fikir verin uşaqlar. Alınır kalium xlor oksigen. Kalium xlor O3-ün fosforundan kalium xlor üzərinə gəlsin P2O5. H xlorla reaksiyası da uşaqlar bilirik ki, xlorun laboratoriyada alınma üsuludur. Birincidən bir dənə bəsit maddə alınıb, doğru. İkinci reaksiyada bəsit maddə yoxdur, 0 olmalıydı, səhvdir. Üçüncüdən isə bir dənə bəsit maddə alınıb, doğru. Cavab 1 ilə 3, 36-da cavab A variantı. 37-ci suala baxaq. CO hidrogenlə 1-in 2-yə verdi metil spirti, CH3OH. Metil spirti oksidləşdi, verdi aldehid HCOH, birli spirt daxı. Bu da oksidləşdi, verdi karbon turşusu HCOOH. Aha. Hansı maddələr gümüş güzgü reaksiyasına daxil olur? Spirtlər gümüş güzgü verməz, aldehidlər gümüş güzgüyə daxil olur. Karbon turşularından isə qarışqa turşusu və onun natrium, o cümlədən kalium duzları gümüş güzgü reaksiyasına daxil olur. Y ilə Z sualın düzgün cavabı 37-də eləyəcək. B
B variantı. 38-ci sual. Deməli, hara aid bir sualdır bu? Termokimyəvi təhlillər üzrə hesablamalar. Bax uşaqlar, biz burada əsas mərhələlər, bir də aralıq mərhələyə baxaq. Dedik ki, bax, bir dəfə fikir verək. Bax, əvvəlcə kalsium xloridə, bax, kalsium xloridə 6 mol su ilə təsir göstəriblər, alıblar bunun hidratını. Kalsium xlor 2 vurulsun 6 molekula su. Təzədən həmin bu alınan hidrata, bir dənə fikir ver, təzədən su ilə təsir göstəriblər. Kalsium xlor 2 vurulsun 6 molekula suya su əlavə ediblər, alıblar məhlul və yaxud da birbaşa uşaqlar. Bax, bu kalsium xloriddən üzərinə su gəlirsə, su, birbaşa məhlul ala bilərsən. Deməli, bu bizim aralıq, bu isə yekun tərliyimizdir. İndi hər birinin isti effektini yazaq. Deməli, bu olacaq X, heç bilmirik. İndi plus da ola bilər, minus da ola bilər. Sadəcə biz bunu yazaq X. Burada nədir? Deməli, mənfi 19,1, burada isə müsbət 76. Deməli, uşaqlar, dedik ki, aralıq mərhələdə olan küləri cəmi yekuna bərabər olmalıdır. Dərs izahında bundan çox danışmışıq. X minus 19,1, elə yazmayaq. Lap riyaziyyatı qoruyaq. X üzərinə gəlsin mənfi 19,1 bərabərdir 76-ya. Buradan X bərabərdir 76, üzərinə gəlsin 19,1. Deməli, 1, 5, 95,1, sualın düzgün cavabı 38-də Y variantı. 39-cu suala baxaq. Praktiki çıxma 50% olan 2 mol sirkə aldehidin oksidaşmasına neçə qram sirkə turşusu alınır? Və uşaqlar, sirkə aldehidi budur. CH3, COH. Birbaşa bundan alaq sirkə turşusu CH3, COOH. Biz özümüz görürük ki, elə reaksiya görə bunun 1 molundan 1 mol turşu alınır. Amma sirkə turşu aldehidini verib 2. Aydındır ki, ikisindən 2 mol alınacaq. Amma qramla verdiyinə görə 1 mol sirkə turşusunun kütləsi 60-dırsa, alınıb 2 mol. 2 mol sirkə turşusunun kütləsi eləyəcək 120 qram. Şöyle reaksiyanın özünə görə yazdığımız hər bir şey 100% çıxımdan alınır. Amma bizə praktiki çıxımı verib 50%. 50-yə də yazıram X. X burada bərabərdir 60 qram sirkə turşusu. 39-da cavab C variantı. 40-cı suala baxaq. Qısa elektron formulu, deməli 3D3, 4S2 kimi verilib. Deməli 4-cü dövr 5-ci qrupun D varsa əlavə yarım qrup elementi. 4-cü dövr 5-ci qrupun əlavə yarım qrup elementi. Yəqin ki D variantı, bəli. 4-cü dövr 5-ci qrupun əlavə yarım qrup elementi. 41-ci sual. Hansı reaksiyalarda oksigenin qatlılığının artırılması və temperaturun azaldılması tarazlıq məhsulun əmələ gəlməsi? Yəni tarazlıq məhsula tərəf yönəlsin. Deməli, oksigenin qatlılığının artması. Uşaqlar, oksigenin qatlığı artıbsa, deməli oksigen başlanğıc maddədə olacaq. Oksigen deməli burada başlanğıc maddədir ki, məhsula tərəf yönəlib. Oksigen başlanğıc maddədir. Temperaturun azaldıqda biz bilirik ki, reaksiya eksotermik reaksiya istiqamətə yönəlir. Deməli, burada bir +2 olmalıdır. Ona görə A variantı deyil, C variantı deyil, Y variantı deyil. Ya B'dir, ya D'dir. Amma B variantında oksigen məhsul deyil. Üzr istəyirəm, məhsuldur, başlanğıc deyil. Ona görə qalır 41-ci sualda cavab D variantı. Dərsi bir də izah eləmədim. Dərsin izahı özünüz linkinizdən daxil olub baxarsınız. İndi bizə verib alken, molekulda karbon-karbon sigma rabitənin sayı, molekulda atomların ümumi sayı. Formuluna da getmək olar. Amma mən ən sadə yolla deyirəm, bir dənə maddə gəl götürək. Bax, alken nədir? CH2, 2 qat rabitə CH2. Uşaqlar, karbon-karbon sigma neçədə nədir? Bir dənə. 1 bərabərdir, işarətə görə verib n+1-ə. Deməli, n burada bərabərdir 0. Bu zaman bizdən soruşur molekulda atomların ümumi sayı. Uşaqlar, burada nə qədər atom var? 5. Yox. Deməli, 3, 6 atom. Deməli, n-in 0 olanda 6 olan cavab. Bu deyil, bu deyil, bu deyil, bu deyil. Bir dənə qalır Y variantı. 3 vurulsun 0, üzərinə gəlsin 6, cavab 6. 43-cü suala baxaq. Düzdür, bu sual biraz problemli bir sualdır. Tam düzgün demək olmaz, amma indi test tərtibçilərinin yəni o nəyə əsaslanır bu şəkildə izah eləyək.
Uşaqlar, məhlulun qatlığı varsa C bərabərdir, nü bölünsün V düsturunun hesablayırıq. Fikir verin, həcmləri hər birində bərabərdirsə, əgər həcm bərabərdirsə, qatlığı moldan mütənasib götürə bilərik. Ona görə yazaq, kalsium NO3 2 dəfə, bunu dissosiasiya uğradaq, kalsium 2 müsbət üzərinə gəlsin, 2 NO3 mənfi. Sonra alüminium NO3 3 dəfə dissosiasiya eləyir, alüminium 3 müsbət üzərinə gəlsin, 3 NO3 mənfi. Sonra bir də verir natrium NO3. Natrium NO3 dissosiasiya eləyir, alınır natrium müsbət üzərinə gəlsin, NO3 mənfi. İndi, bax uşaqlar, məhlulda NO3 ionlarının qatlığını verib A. Şərtə görə yazıram A-ya, kationun qatlığını verib X. X-dırsa, biz dedik ki, elə qatlığa mol kimi baxa bilərik. Bunun 1 moluna nə qədərdir? 2. Buradan X-i tapsam, X bərabərdir A bölünsün 2. İndi bunun A-sına NO3-ü A olanda kationuna verib Y. Y-dirsə 1-nə 3-dür. Onda Y bərabərdir A bölünsün 3, Y bərabərdir A bölünsün 3. Burada isə NO3-ə A verib, kationa isə Z verib, 1-ə 1-dir. Onda Z bərabərdir elə A-ya. Aydındır ki, Z hər birindən böyük olacaq. Z böyükdür. Sürətləri bərabər olan kəsrlərdə mərkəzi kiçik olan daha böyükdür. X-dan, o da böyük Y-dən. Cavab 30-43-də Y variantı. 44-cü sual. 4 qram kalsium artıq miqdarda suda həll etdikdə neçə litr hidrogen ayrılar? Uşaqlar, heç reaksiyanı yazmağa ehtiyac yoxdur. Kalsiumdan birbaşa al hidrogen. Kalsium 2 valentlidir. Valentin yarısı qədər hidrogen. 2-ni böldün 1-ə, 2-yə, deməli 1 mol. Kalsium valenti 2-dir axı. 1 mol hidrogen alınır. Birbaşa yaza bilərsən. İndi verir ki, 4 qram kalsiumdan neçə litr hidrogen, x litr hidrogen alınırsa, kalsium özü 40-dır. 40-dan da 1 mol, yəni 22,4 litr alınır. Buradan x bərabər neyinib? 10-a bölüb. 10-a bölsəm 2,24 litr. Sualın düzgün cavabı 44 eləyər. D variantı. 45. Qıcqırmanın növü, yəqin ki, burada glukoza nəzərdə tutur. C6H12O6. Uşaqlar, glukoza bir dəfə qıcqırır nəyə? 2 molekula C2H5OH üzərinə gəlsin 2 molekula karbon qazı CO2. Glukoza bir dəfə qıcqırır 2 molekula süd turşusu CH3CHOH COH. Glukoza bir dəfə qıcqırır yağ turşusuna CH3 CH2 2 dəfə COOH üzərinə gəlsin 2 molekula karbon qazı üzərinə gəlsin. Deməli hidrogen. İndi baxaq. Qıcqırmasından alınan üzüm maddə 9 dənə atom varsa, yəqin ki bu olacaq. Fikir ver, 7, 8, 9. Deməli spirtə qıcqırıb. Ya A-dır, ya Y. İndi süd turşusuna baxaq. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dən olan süd turşusudur. O birisi də eləyəcək yağ turşusu 45 Y variantı. Davam edək. Molekulunda təşkilat rabitə X nədir? Molekulunda ancaq olsun təşkilat rabitə. Cütqatla 3 qat olmasın. Deməli bu alkandır. Ya cavab C-dir, ya cavab Y-dir. Y molekulunda 3 qat olmasın, təşkilatla 2 qat olsun. Aydındır ki, bu alkendir. Molekulunda deməli 2 qat olmasın, 3 qat rabitənin təşkilat rabitə olsun. Aydındır ki, bu da alkindir. Yəni bunları dərsdə danışmışıq da. Davam. 47 glisin və alanindən ibarət polipeptid yazırıq. Glisin üzərinə gəlsin alanin, alındı polipeptid üzərinə gəlsin su. İndi uşaqlar verib ki, peptid rabitə 15-dir. Əgər peptid rabitə 15-ə bərabərdirsə, biz deyirik peptid rabitənin sayı suyun mol sayına bərabərdir. Və suyun molu amin turşuların, belə deyək, molundan bir vahid azdır. Deməli, burada ümumi 16 mol amin turşu var. Qaydanı yadınıza salın. Olmaz konspektə daxil olub baxarsınız.
Və bizə verib ki, başlanğıcda glisin 3 moldur, bu 5 mol. Deməli 3 mol bundan götürürük, 5 mol da bundan götürürük. Amma nisbətlə verib. Onda bunu 3x yazır, bunu 5x. Ümumilikdə 8x bərabərdir 16-ya, x bərabərdir 2-yə. Deməli onda 6 mol glisin götürülüb, 5 dəfə 2, 10 mol da alanin götürülüb. Bizdən polipeptidin kütləsini soruşur. 6 vurulsun, glisinin kütləsi nə qədərdir? 75. Üzərinə gəlsin, alanin 10 moldur. 10 vurulsun 89 bərabərdir polipeptid. Üzərinə gəlsin 15 molekula su. 15 vurulsun 18. Buradan polipeptid bərabərdir. 6 vur 75, 890, 1070. Polipeptidin olduğu nisbi molekul kütləsi. 48-ci suala baxaq. 200 qram 10% natrium OH-ın 200 qram 10% natrium OH-a baxaq. Deməli, burada 20 qram natrium hidroksid var. Yəni, bizim 200 qram məhlulda 20 qram natrium OH-dır, natrium OH. Yerdə nə qalır? Deməli, 180. 180 qramda deməli əlində var su. İndi davam edək. 1 mol natrium OH var, səhvdir. Niyə? Çünki natrium OH-ın 1 molun kütləsi 40 qrama bərabərdir. 20 qramcı deməli natrium OH burada 0,5 mol var. 1 yanlışdır. 10 mol su var, bəli. 1 mol suyun kütləsi 18 qramdırsa, 180 qramı aydındır ki, eləyəcək 10 mol. 2 doğrudur. 20 qram natrium OH var, bunu bayaq tapdıq. 3 də doğrudur. 110 Na sayda elektron var, 20 Na sayda elektron var. Deməli, natrium o deməli 110 Na sayda elektron var, 20 Na sayda elektron var. Na sayda elektron olacaq uşaqlar. Niyə? Bax, çünki söhbət orada natrium OH-dan gedir. Bax, 2-3 dayan görün. Bəlkə də 110 olacaq, dayan görün. Bu 2 doğrudur, 3 doğrudur. 110 sayda elektron var, yox. 20 Na elektron olmaz. Axı, bu məncə ümumi deməlidir. Bax, uşaqlar, necə baxaq? Bax, sudan, belə deyək də, natrium OH neçə mol tapdıq? Natrium OH. Natrium OH-ı 0,5 mol tapdıq. 0,5 mol natrium OH tapdıq. Suyu da, deməli, neçə mol tapdıq? Suyu da 10 mol. 10 molda H2O tapdıq. İndi gəl burada olan elektronlara baxaq, burada olan elektronlara baxaq. Natrium OH, elə natrium 11, hidrogen 1, 8. Burada neçə elektron var? Deməli, 9, 20 elektron var. 1 molunda, natrium OH-ın 1 molunda, yox. Natrium OH yerlərini səhv yazdım. Dayanın görək. Natrium OH. Natrium 23'dür, oksigen 8. Natrium 23 yox, 11'dir. Natrium 11, oksigen 8. Deməli, burada 20 elektron var uşaqlar. 1 molunda 20 elektrondur, amma 0,5 moldur. Deməli, burada 10 Na sayda elektron var, yarısı qədər. İndi suya baxaq. H2O. Suyun bir dənəsində 2-dir. Bir dənəsində 1-dir, amma 2 dənə hidrogen var. Deməli, 2 üzərinə gəlsin 8. Nə qədər eləyir? 10. Bir dənəsində 1 molunda 10 elektron varsa, suyun özü də 10 moldur. Onu da vururam 10'a, eləyir 100. 100 Na sayda elektron. Cəm isə ikisi bir yerdə 110. Bəli, 2-dir, 3-dür, 4-dür sualın düzgün cavabı. Davam edirik 49-cu sualla. Karbon dioksid, CO2 və azotdan ibarət 80 litr qaz qarışığı. Artıqlaması ilə götürmüş natrium OH məhlulundan buraxdıqda qazın 32 litr azalır. Aydındır ki, biz bura natrium OH əlavə eləsək, natrium OH buradan birinci ilə reaksiya daxil olar. Yəni, bax, qarışıqdan karbon qazı gedər, qarışığın kütləsi karbon qazının kütləsi qədər azalar. Və azalmanı 32 litr verir. Deməli, bunun 32 litri karbon qazı imiş, azota isə qalır 48 litrdə deməli azot var imiş. Bizdən ilkin qaz qarşında azotun həcm payını 48 bölünsün 80.
vurulsun 100%. 60. O da elədi 60%. Davam edirik 50-ci sualla. Karbon qazının kütlələri üçün doğru olan karbon qazı 1. Həm molekul, həm litr. Baxaq, karbon qazı özü kütləsi 44 qram. Yazırıq, 44 qramla 6,2 vurulsun 10 üstü 23 sayda molekul varsa, 13,2 qramla gəl görək nə qədər eləyər. X, o cümlədən 44 qramı 22,4 litrdirsə, 13,2 qramı eləsin bir yenə Y litr. Buradan Y bərabərdir, X bərabərdir. Deməli, 13,2 vurulsun 6,2 bölünsün 44. 1,806. 1,806 vurulsun 10 üstü 23. Burada isə 13,2 vurulsun 22,4 bölünsün 44. 6,72 litr. 6,72 litr. Deməli, birdə 1,806 Y var, bir də 6,72 67,2 verib, yəni bu deyil. Onda 1'ə olur S variantı. Y variantı üzrü sayın. 1'ə gəldi Y variantı. Davam edirik ikinci ilə. İndi ikincidə verib ki 6,6 qram, 44 qramın yenə 6,2 vurulsun 10 üstü 23 sayda molekuldursa 6,6 qram X, 44 qramın 22,4 litrdirsə 6,6 qramın Y. Buradan Y bərabərdir. Deməli, 6,6 vurulsun 22,4 bölünsün 44. 3,36 3,36 litr. Burada isə X bərabərdir. 6,6 vurulsun 6,2 bölünsün 44. 0,903 vurulsun 10 üstü 23'dür. Bunu da bu şəkildə saxlamaq olar. 10 üstü 22. Var belə bir cavab. Biri B, biri D. Deməli, 2'ye gəldi B ilə D. İstəmirəm hamısını silim. Deməli, 2'ye gəldi B ilə D. Gəlin də 3'ə baxaq. 8,8 qramla X-dırsa, 8,8 qramla Y-dir. Buradan X nəyə bərabər, neyniyib? 2'ye vurub 10'a bölüb, qoy hesablayaq. 8,8 vurulsun 6,2 bölünsün 44. 1,204. 1,204 vurulsun 10 üstü 23. Y bərabərdir. Bölünsün 44. 4,48 litir. Hansı var? A variantı var. 3'ə də getdi A. Deməli, S heç birinə aid olmadı. Belə, bugünlük bu qədər.